prostinlə məni bura qədər örtüblər və elə biliblər ki, mən dünyamı dəyişmişəm. Mən ümumiyyətlə maşından çıxmamışam, mən lükdan uçmuşam. 30 metrə məni tullayıb maşın. Bizim yaxınlarımız bizi gəlib orada morqda axtarırdılar. Və artıq ondan sonra mən orada bir söz istifadə elədim ki, mən ayaqlarımı hiss eləmirəm. Həkim artıq orada demişdi ki, 99,9% ömrünün axına qədər heç vaxt yeriməyəcək. Mən bugünkü gün özümdən daha çox bu mübarizəni öz ailəm üçün aparıram. Mənim ətrafımda dolanan o insanların bugünkü gün heç biri yoxdur. Amma mən bilirəm ki, mən ayağa durandan sonra yenidən onlar hamısı çıxacaq ortalığa. Məni bugünkü gün ayaqda saxlayan ən çox bilirsiniz nədir? Mənim gülüşüm. Özümü yeriməyən düşünə bilmirəm, mən yeriməliyəm. O, ulduzunun ən parıldayan zamanında başına gələn bədbəxt bir hadisə nəticəsində karyerasını yarımçıq qoymalı olmuşdu. Lakin indi bütün əzmi və gücü ilə qarşımızdadır. Müğənni Ayla Ray. Ayla xanım, xoş gördük sizi. Xoş gördük. Əgər səhv bilmirəmsə, uzun zamandan sonra ilk dəfədir müsahibə verirsiniz. İlk müsahibənizdir. Bəli. Necə hiss edirsiniz özünüzü? Yaxşı hiss eləyirəm. Həyəcan yoxdur, yaxşıyam. Sanki elə hər şey yaxşıymış kimi, yəni yaxşıyam. Onda istəyirəm yaxşı şeylərdən danışmağa başlayaq elə. Karyeranızın lap öncəsindən qəzaya qədər sizin karyeranız necə başlayıb, neçənci illərdə səhnəyə ilk addımlarınız, bax bundan bir üzərindən keçək. Mənim karyeram 2013-cü ildə Şərq Ulduzundan başlayıb. ATV kanalında yayımlanırdı. Şərq Ulduzunun qalibi olmuşam. Ondan sonra Səs Azərbaycanda iştirak eləmişəm. Türk Vision'da iştirak eləmişəm. Azərbaycanın Səsi layihəsində iştirak eləmişəm. Ən son iştirak etdiyim layihə, belə deyim, O Səs Türkiyə olub. O Səs Türkiyədə yarı finala qədər gəldim. Ondan sonra tamı-tamına olaraq solo karyeraya başladım. Amma mən 13 yaşından səhnədəyəm professional olaraq. Sizin üçün qəzaya qədər karyeranızın ən belə parlaq dövrü hansı idi və yaxud da hansı uğurunuz idi? Ən parlaq dövrü deyərdim ki, O Səs Türkiyədə olduğum illər. Sonra 2019-2020-ci il duet oxuduğum müddətlər. Maşab, bizim duetlərimiz var idi. O dövrlər deyə bilərəm və mənim mahnım çıxmışdı, Pis Kişilər. Qəzadan bir il öncə çıxmışdı. Onda da elə ən böyük uğurum Pis Kişilərin mahnısı idi. Pis kişilərin əlini qolunu bağlayıb bir dərədən aşağı atsaqmı? Boş-boş danışanı, işimizə qarışanı dəyər dəyməzinə satsaq. Pis kişilərin əlini qolunu bağlayıb bir dərədən aşağı atsaqmı? Boş-boş danışanı, işimizə qarışanı dəyər dəyməzinə satsaqmı? Sizi çox incitmədən istəyirəm bir o hadisədən danışaq. Ümumiyyətlə necə yaşandı? Əvvəldən danışım, yaxşı. Biz sadəcə belə bir qərar verdik ki, rəfiqələrimizlə ki, gedək Şaxdağa və elə oldu ki, qaydan başı idarə etmə biz gedəndə məndə idi. Qaydan başı sadəcə olaraq biraz özümü yaxşı hiss eləmirdim. Ona görə də başqa insan rula əyləşdi və o sükan arxasında oldu. Və belə biz yəni avtoqəzaya düşdük də, yəni bir saniyə içində baş verdi. Həmin vaxtda maşında təxmini neçə nəfər var idi? 7 nəfər. Aha, 7 nəfər. 4 uşaq, 3 böyük. Aha. Orada yəni tək sizmi belə ağır yara almışdınız, yoxsa yəni digər insanlarda da xəsarət var idi? Yox, əlavə 4 nəfər xəsarət almışdı. Sadəcə olaraq onların da xəsarəti var idi. Amma belə deyim də, bugünkü gün ən ağırı, yəni bəli mənəm. Amma xəsarət almışlar var idi. Digər rəfiqəm də xəsarət almışdı. Onun uşağı da xəsarət almışdı. Amma belə deyim, lap ən ağırı bəli mən idim. İstəyirəm indi qəzadan sonrasından danışaq. Siz necə oldu? Yəni bu proseslər, məsələn, bildiniz ki, ayağınızda bir qalıcı hasar var. Bu barədə sizə kim məlumat verdi, necə məlumat verdi? Xatırlaya bilirsinizmi ümumiyyətlə o dönəmləri? Bəli, mən xatırlayıram. Mən qəza zamanı baş verən hər şeyi xatırlayıram. Necə yerdə mənə köməklik göstərdi orada. Mən buradan həmən insanı da salamlayıram. Çünki onu mənə Allah göndərmişdi. Çünki o orada bəlkə də olmasaydı,
mənim nəfəsim kəsilə bilərdi və mən dünyamı dəyişə bilərdim. O gəlib orada köməklik göstərib, əlimdən tutub və mən xatırlayıram ki, mən əlimi həmən insan, Tərlan doktoru salamlayıram buradan. O sadəcə yolla gedirdi və görüb ki, avtoqaza keçirmişik. Yolun qırağında saxlayıb, gəlib köməyə və görüb ki, mən yerdəyəm və xatırlayıram ki, mən gözlərimi açanda üz belə yadımda deyildi. Sadəcə hiss eləyirdim ki, hansısa bir əl məndən tutub və ona deyirəm ki, bəs məni buraxma. Mən o an elə bildim ki, mən artıq o biri dünyadayam və mələkdir mənim əlimdən tutan. Və zaten mən düşünürəm ki, Allah onu mənə mələk şəklində göndərmişdi. O anda mənə mələk şəklində göndərmişdi və mən onun əlindən tutdum, dedim ki, bəs məni buraxma. O da dedi, yox, yanındayam. Dedim, mənlə, dedi, ambulans gəlir, təcili yardım gəlir də. Dedim, mənlə minərsən ora. Dedim, məni tək buraxmadan nə olar? Yəni, məni tək qoyma. Dedi, narahat olma, mən səni tək qoymayacağam. Orada mən 40 dəqiqə, 50 dəqiqəyə yaxın yerdə soyuqdan, bugünə qədər bədənimin o soyuqdan donmağını belə xatırlayıram ki, mən necə donurdum soyuqdan. Mən 50 dəqiqəyə yaxın yerdə donmuşam soyuqdan və orada gəlib mənə papaq geyindirib, əlcək geyindirib, üstümə çoxlu orada pencəklər var idi. Onları geyindirib və mənə orada soyuq olmasın deyə üstümü örtmüşdü də. Və xatırlayıram ki, o insanın orada olmağı mənə sanki mələk cismində gəlmişdi orada mənə köməklik eləməyə. Və artıq ondan sonra mən orada bir söz istifadə elədim ki, mən ayaqlarımı hiss eləmirəm. Mən ayaqlarımı hiss eləmirəm və o sözü deyəndə mən artıq başa düşdülər ki, burada nəsə ciddi bir zədə var. Ondan sonra da təcili yardım gəldi. Məni qaldırdılar, apardılar və orada mənim ailəmə deyildi ki, vacib sürətdə əməliyyata qaldırılmalıdır. Çünki zamanına çox az qalıb. Və hətta məni, belə deyim də, bizim yaxınlarımız bizi gəlib orada morqda axtarırdılar. Kimisi bizi morqda axtarıb, kimisi gəlib görüb ki, mən bura qədər ağ prostinlə məni bura qədər örtüblər və elə biliblər ki, mən dünyamı dəyişmişəm. Amma sağ idim. Heç nə olmadı. Yəni vəziyyət həqiqətən o qədər ciddi oldu. Çox ciddi idi. Çox pis vəziyyətdə. Bəli. Yəni o maşından 7 nəfərin sağ çıxmağı özü böyük bir möcüzədir. Hətta o maşında mənim belə sağ qalmağım, mənim həkimim dedi ki, sənin bəxtin gətirib ki, sənin boynun qırılmayıb. Yəni elə bir təhlükə də olub da həmin vaxt. Mən ümumiyyətlə maşından çıxmamışam. Mən lükdan uçmuşam. Mən lüku qırıb çıxmışam. 30 metrə məni tullayıb maşın. Mən lükdan çıxmışam və dedi ki, sənin bəxtin gətirib ki, sənin boynun qırılmayıb. Sənin boynun qırılsaydı, bizim heç 1% belə ümidimiz olmayacaq idi. Və artıq məni xəstəxanaya yerləşdirdilər. O xəstəxanadan başqa xəstəxanaya artıq əməliyyat üçün məni yönləndirdilər ki, əməliyyata girməlidir. Əməliyyatımı Zaur Aslanov eləyib, mənim həkimim. Mən onu çox sevirəm. Bu göydə Allah, yerdə o. Mənim bugünkü gün belə ilərləməyimin səbəbi, yəni onun məni sözün əsl mənasında bu qədər yaxşı əməliyyat etməsidir. Mənim sadəcə olaraq bəxtim gətirdi ki, mənim həkimim çox yaxşı həkim oldu və onu çox sevirəm. Çox sağ olsun hər şey üçün. Və əməliyyata salanda da mənim mamamı çağırdılar. Mamamdan öncə isə dostlarım, xalam, ailə üzvlərim orada idi. Həkim artıq orada demişdi ki, 99,9% ömrünün axına qədər heç vaxt yeriməyəcək. Hətta otura belə bilməyəcək. Dedilər ki, bəs mamasına deyin. Hamı deyib ki, biz Aylanın anasına heç nə deyə bilmərik. Deyib, onda çağırın mənim yanıma. Və
mamanı çağırıblar otağa. Mamam soruşub ki, doktor, qızım yeriyəcək. Deyib ki, 99,9% yox. Təbii ki, onda mənim mamam onlara sual verib. Mən bugünə qədər hamının yanında onu deyirəm ki, cavab olaraq həkimə deyib ki, kim yeriməyəcək? Ayla yeriməyəcək. Hə, deyib, Ayla yeriməyəcək. Deyib, elə bir şey olmayacaq, doktor. Mənim qızım yeriyəcək. Deyib, siz Aylanı tanıyırsınız, onun nə qədər şıltaq, nə qədər həyat sevən bir insan olduğunu. Deyib, siz onu tanımırsınız. Mənim qızım yeriyəcək. Mənim qızım ayağa duracaq. Deyib, möcüzə. Gedin, əməliyyata giririk. Gedin, dua eləyin, bir möcüzə baş versin. Ki, nə deyək, yəni, bir möcüzə baş verməlidir ki, bundan sonra o ayağa dura bilsin, yeriyə bilsin. Və artıq məni əməliyyata saldılar. Əməliyyatdan sonra mən reanimasiyada gözümü açdım. Tək bir söz eşitdim orada. Gördüm ki, tibb bacıları orada danışır ki, bəs qız müğənnidir, deyiblər ki, heç vaxt yeriyə bilməyəcək. Siz düşünün ki, reanimasiyada gözünü açırsan, əməliyyatdan sonra nə baş verdiyini anlamırsan və sənin qulağın orada nəsə eşidir və inanırsınız, mən onu eşitdim, bilməyəm. Nə danışırlar görəsən. Gözümü yumdum, yatdım. Təəssüratla belə həqiqətən yəni onu düşünmüşdünüz ilk olaraq. Hə, heç inanmadım. Mən ilk eşidəndə belə ona inanmadım. Çünki mən buna inanmaq istəmədim. Yəni necə olur ki, yəni pis insanlar bu torpaq üstündə gəzəcək. Mən yataqda qalacağam. Niyə? Nəyə görə mən yataqda qalmalıyam? Mən ayağa durmalıyam. Yəni bu qədər yer üzündə pis insanlar ayaq üstündə gəzdiyi sürəcə mən nəyə görə yataqda qalmalıyam? Ayla, sən buna, yəni sən qalmayacaqsan yataqda, sən yeriyəcəksən. Və gözümü açdım, onu eşitdim, gözümü yumdum, təzədən yatdım. Sonra üstündən bir 3-4 gün keçdi, həkimlər gəldi. Ki, bəs bir hərəkət eləyə bilərsən ayağında və orada mənim 2 barmağım sağ ayaqda tərpəndi. Və artıq onlar bir ümid ki, ayaq tərpəndi, sabahdan başlayırıq fizioterapiyaya. Yəni əməliyyatdan həmən sonra? Hə, əməliyyatdan bir 3-4 gün keçmişdi. Mən hələ reanimasiyada idim. Və mən gözümü açdım, yəni onlar mənim yanıma gələndə dedilər ki, artıq başlayırıq fizioterapiyaya. Bəs 2 barmaq tərpəndi. Bu artıq bizim üçün bir ümiddir. Demək ki, hansısa bir sinir orada sağdır və biz onu oyada bilərik. Və mən keçən ilin yanvarının 30-undan 1 il 3 ay öncədən başladım fizioterapiyalara. Və bugünkü günə qədər də mənim bu mübarizəm davam edir. Xatirələrim varaq-varaq yenə gözümdə canlandı. Gəlmədi sənin səsin, sorağın şəklinə bağlandım. Baxmayaraq ki, mənə çox böyük, belə deyim də, çox daha doğrusu belə pis şeylər deyirdilər ki, sən heç vaxt dura bilməyəcəksən, sən heç vaxt yeriyə bilməyəcəksən. Yəni, sənin zədən çox ağırdır. Mən ilk gündən sadəcə özüm öz beynimdə özümə dedim ki, Ayla, sən durmalısan. Çünki sənin anan, atan, xalan, ailə üzvlərin, səni sevən insanlar gözləyir ki, sən yeriməlisən. Çünki onların gözü qapıda qalıb ki, Ayla nə zaman durub yeriyə biləcək. Mən bugünkü gün özümdən daha çox bu mübarizəni öz ailəm üçün aparıram. Çünki mənim heç bir haqqım yoxdur ki, onlar mənə görə bu qədər üzülsünlər. Heç bir halda mənim anam olsa belə, atam olsa belə, bir övlad olaraq mənim ixtiyarım yoxdur onlara bunu yaşatmağa. Mən duracam ayağa, mən yeriyəcəm, mən buna məcburam. Mənim başqa çarəm yoxdur. Mən əgər bu dünyada qalmışamsa, mən əgər sağ qalmışamsa, mən yeriməliyəm. Danış mənə nə hiss etdiyini, qara gecələrə söylə, güneşin özünə söylə, qarış etsin bütün dünya, sevdiğini söyle, qara gecələrə söylə, güneşin özünə söylə, qarış etsin bütün dünya, sevdiğini söyle. Yəni, başqa bir şey düşünə belə bilmirəm. Özümü yeriməyən düşünə bilmirəm. Mən yeriməliyəm.
Bilmirəm nə zaman olacaq. Tez olacaq, gec olacaq, böyük bir vaxt gedəcək. Bunu heç bir halda deyə bilmərəm. Amma bildiyim tək bir şey var ki, mən ayağa duracam. Və əvvəlkindən daha güclü Ayla kimi ayağa duracam. Allahın izni ilə. Mən buna çox inanıram. Mən buna çox güvənirəm. Və buradan belə bir problemi olan insanlara demək istəyirəm. Fərq eləməz. Hansısa bir xəstəliyi, hansısa bir qüsuru, yerməyində və yaxud qollarında. Sadəcə buradan onlara demək istəyirəm ki, çox güclü olun. Hər şey insanın beynindən başlayır. Əgər sən beynində nəyəsə inanırsansa, şuur var, şuurun altı. Əgər sən o şuur altına yerdə bilirsənsə ki, sən ayağa duracaqsan, deməli sən duracaqsan ayağa. Əgər şuur altına yerdə bilirsənsə ki, sağalacaqsan, deməli sağalacaqsan. Hər şey insanın özündən asılıdır. Və demək istəyirəm ki, mübarizə aparın, həyatı sevin. Xoşbəxt olun, hər zaman gülümsüyün. Məni bugünkü gün ayaqda saxlayan ən çox bilirsiniz nədir? Mənim gülüşüm. Önünüzdən Mənə hamı deyir ki, baxırıq belə biraz gözlərin qəmlidir də, əvvəlki Ayla kimi deyilsən. Deyirəm, ola bilər ki, mən böyümüşəm, yaşadıqlarıma görə, mənə yaşadılanlara görə, mənə olunan haqsızlıqlara görə. Amma mənim gülüşüm hər zaman qalacaq, çünki məni bugünkü gün ayaqda saxlayan mənim gülüşümdür. O qədər qəşəng və motivasiya dolu danışırsınız ki, mənə sual buraxmırsınız. Mən bunu öyrənmək istirdim ki, bax, bunun kökündə sizcə inanmı dayanır? Ona yetər qədər cavab aldım. Amma bir şey də maraqlıdır mənə. Bilirəm, sizin üçün çox çətin olub, insanların reaksiyaları və s. bu qədər böyük karyera. Amma yaxşı tərəfdən də illah ki, əminəm ki, sizə nəsə qatıb və ya nəsə öyrədib. Siz əgər mənə indi sual versəz ki, o yolu çıxdığına peşmansan, bu avtoqazanı keçirtməklə peşmansan, mən sizə bir mənalı cavab verəcəm ki, xeyr, peşman deyiləm. Bunun köklü bir səbəbi var. Bəzi insanlar var ki, belə bir hadisələri özlərinə bədbəxtlik kimi və yaxud Allahdan gələn bir cəza kimi qəbul eləyirlər. Elə bilirlər ki, bu Allahdan gələn cəzadır, böyük bir bədbəxtlikdir. Yox. Mən bunu sadəcə olaraq Allahdan gələn sınaq kimi qəbul eləyirəm. Bu mənim üçün bəla deyil. Bu mənə Allahdan gələn bir sınaqdır və mən o yolu çıxdığıma heç bir halda peşman deyiləm. Mən bu bir il içində o qədər böyümüşəm, o qədər dəyişilmişəm, həyata tamamilə başqa bucaqdan baxıram. Artıq əvvəl əgər Ayla xırda bir problemləri böyüdürdüsə, bugünkü gün o problemlərə artıq belə baxır. Kimsə mənim yanımda deyir ki, bugünkü gün məsələn mənim problemim var və yaxud nə bilim borcum var və yaxud nə bilim sevgilimdən ayrılmışam və yaxud ailəm məni atıb gedib. Siz inanırsınız mənə o qədər belə sadə gəlir ki bunlar. Çünki bu həyatda insan üçün ən önəmli olan onun sağlamlığıdır. Əgər sənin sağlamlığın yoxdursa, deməli sənin heç nəyin yoxdur. Mən bugünkü gün onu anladım. Mənim ətrafımda dolanan o insanların bugünkü gün heç biri yoxdur. Amma mən bilirəm ki, mən ayağa durandan sonra yenidən onlar hamısı çıxacaq ortalığa. Fizioterapiyalardan sonra ən belə deyək, böyük irəliləyiş nədir hazırda? Mən hiss elədim ki, siz gələndə də artıq ən azından qalxmaq, özünüz oturmaq, bu yəni həkimlərin 99% oturmayacaq və yeriməyəcək sözünün fonunda məncə çox böyük irəliləyişdir. Yəni onlar özləri hazırda nə deyirlər? Heç nə demirlər. Heç bir həkim bugünkü gün mənə %100 qarant vermir ki, hər şey yaxşı olacaq. Sadəcə hamısı deyir ki, səbr elə, səbirli ol, mübarizə apar, güclü ol. Mənə tək dedikləri söz budur.
Amma təbii ki, əvvələ baxanda böyük bir irəliləyiş var. Amma unutmayaq ki, mənim də zədəm çox ağırdı. 1 il, 3 ay mənim zədəm üçün ümumiyyətlə çox az bir müddətdir. İnsanlar var ki, 5 illərlə, 4 illərlə otura belə bilmir. Burada sırf ayaqlar belə zərər görüb, yoxsa orada hər hansı bir sinirmi, onurğa beynindən nəsə əlaqəli bir şey mi var? Yəni ağrı olmasının əsas səbəbi nədir? Onu bilmək istəyirəm. Onurğa beyni zədələnib, sinir. Amma bunun fonunda hələ kifayət qədər irəliləyiş məncə çox böyük göstəricidir. Bəli, çox böyük göstəricidir. Ümumiyyətlə deyərdim ki, hətta möcüzədir. Amma bu möcüzəni özünüz yaratmısınız, həm də özünüz üçün. Bəli, yəni mamam mənə həmişə deyir ki, bu avariyadan sonra deyir ki, sən mənim qəbul olunmuş duamsan. Biz iki mədəni insanlardandıq, niyə yarım qaldıq, indi iki ayrı dünyalardayıq, və də rüyalarda, ayrı şəhərdə itkin düşmüş iki sevdalıyıq, birimiz orada, birimiz buradayıq. Mənim həyatda qalmağım özü böyük bir möcüzədir. Bugünkü gün bu vəziyyətə qədər gəlib çıxmağım belə özü böyük bir möcüzədir. Amma soruşsaz ki, həkimlər nə deyir? Həkimlər heç nə demir. Sadəcə zaman, vaxt, müddət və mübarizə, hər şey sənin özündən asılıdır. Yəni, həkimlər mənə deyir ki, bizdən əgər 20% nəsə asılıdırsa, 80% səndən asılıdır. Yəni, hər şey sənin əlindədir. Yəni, bugünkü gün məsələn baxıb deyə bilərlər ki, çox güclü qızdır, halaldır, necə mübarizə aparır, belə elə. Razıyam, bəli, elədir. Amma mənim içimdə nə çəkdiklərimi mənim özümdən başqa heç kəs bilmir. Heç kim. Heç kim bilmir ki, mən öz içimdə hansı bir savaşdayam və nə ilə mübarizə aparıram. Bu çətin dönəmin və həm fizik olaraq, həm mənəvi olaraq ağrının fonunda özünüzdə necə güc tapdınız? Yenidən səhnəyə qayıtdınız, hətta yeni klipləriniz çıxır artıq. Bax, bu dönəmdən istəyirəm artıq başlayaq danışmağa. Mən əslində, belə deyim, çoxdan başlamalıydım. Sadəcə olaraq, mən psixoloji olaraq buna hazır deyildim. Və psixoloji olaraq buna hazır olmadığım üçün hamıya deyirdim ki, gözləyin. Məni sevənlər, mənə dəstək olanlar, mənim üçün dua eləyən hər kəs deyirdi ki, Ayla, başda, Ayla xanım başlayın öz sənətinizə. Biz sizi sizin ayaqlarınıza görə sevməmişik ki, biz sizi sizin səsinizə görə sevmişik. Biz sizi sizin xarakterinizə görə, insanlığınıza görə sevmişik. Mən də deyirdim ki, hələ ki yox, hər şeyin zamanı var. Və axırı mən özümdə bir güc toplayıb projeni işlədim və mənim ilk projem nəyə görə arabada oldu? Çünki mən bir gün bilirəm ki, yeriyəndə mən özümə baxıb bir daha nə qədər güclü olduğumu görmək üçün bunu özümə bir xatirə olaraq çəkdim. Ki, mən ayağa durandan sonra mən özümə baxım və deyim ki, Ayla, mən sənə fəxr eləyirəm. Ayla, sən bacardın. Baxmayaraq ki, bütün dünya sənin üstüvə gəldi, baxmayaraq bütün insanlar sənin üstüvə gəldi, sən yenə də bacardın. Sənə qarşı olunan haqsızlıqların sən qarşısında yenə də əyilmədin. İndi sual verəcəksən hansı haqsızlıq? Onun zamanı gələndə deyəcəm. Hələ ki tezdir bunun üçün danışmaq. Çünki özümü əsəbləşdirmək olmaz mənə. Nə zaman inşallah duraram, yeriyərəm, vaxtı gələndə onlara danışılacaq. Mütləq ki, danışılacaq. İndi necə gedir sizdə karyera? Nə yerdədir? Yeni kliplər, yeni planlar? Hə, mən ümumiyyətlə artıq düşünürəm ki, bir neçə aydan bir yeni kliplər çıxardım, yeni mahnılar. Artıq efirlərə də start vermişəm, bilirsiniz. Düzdür, əvvəlki kimi o canım yoxdur, çox tez yoruluram da. Amma ki, çalışdığım qədər aktiv olacağam. Onsuz da sosial mediada çox aktivəm, bilirsiniz. Öz həyat mübarizəmi mən bugünkü gün göstərirəm insanlara və inanın, mən onları özüm üçün çəkmirəm. Bəlkə də siz inanırsınız ki, mən heç istəmirəm məni insanlar elə vəziyyətdə görsünlər. Amma mən onu bilirsiniz niyə çəkirəm? Mənim vəziyyətimdə olan insanlar mənə baxıb, ən azından az da olsa, cüzi də olsa onlara biraz da olsa motivasiya verə bilirəmsə, nə xoş mənə.
Mən istəyirəm ki, insanlar sadəcə anlasınlar ki, hər şey bizim özümüzdən asılıdır. Biz özümüzük. Biz belə deyim də, əgər biz istəyiriksə, bacararıq. Fərqi yoxdur. Bugünkü gün yeriyə bilən insan və yaxud xəstəliyi olan insan, hər şey bizdən asılıdır. Sadəcə inanmalıyıq buna. Və mənə o qədər insanlar yazır, inanın. O qədər faciəvi öz hekayələrini danışırlar ki, necə qəzaya düşənlər kim, nə bilim, yıxılan kim. Yəni sonradan və yaxud ilk doğuşdan belə olanlar kim? Yəni və hamısı da deyir ki, biz sizə baxıb fikirləşirik ki, Ayla xanım, biz də nə vaxtsa yeriyəcəyik. Sizə baxıb güc alırıq, sizdən baxıb ilham alırıq. Bu məni o qədər xoşbəxt eləyir ki, və mən daha çox motivasiya dolu yenə də fikirləşirəm ki, Ayla, sən insanlara motivasiya verməlisən. Bəlkə də bugünkü gün sənin bu gücün kiməsə də güc qata bilər. Və ona görə də sosial mediada çox aktivəm. Yeni kliplə bağlı istəyirəm, son kliplə bağlı biraz ətraflı danışaq. Ümumiyyətlə, əvvəl işlədiyiniz şəxslərlə mi işləyirsiniz, yoxsa bu mövzuda da nəsə yeniliklər düşünürsünüz? Əvvəl işlədiyim şəxslər deyəndə ki, belə deyim də, mən də bu klipdə də xüsusi olaraq vurğulamaq istəyirəm. Mənim dostlarım məni məcbur edib, klipi də çəkdirib, aranjmanı da hazır eləyib. Dahin dostum var, uşaqlıq dostumdur. Hansı ki, bir də gördüm ki, hazırlayıb. Mənə deyir, qulaq as, deyirəm, nədir ki, qulaq as, bir də görəm mənim mahnımı aranjman eləyib ki, Ayla, gəl oxu da, nə olar, gəl oxu. Deyirəm ki, hələ hazır deyiləm də, bəs nə vaxt hazır olacaqsan, belə elə. Sonra dostumuz var, rejissor Tural. O da dedi ki, Ayla, gəl sənə klip çəkək. Nə zaman istəyirsən, gəl, biz sənə dəstəyik. Və heç bir təmənna güdmədən, inanın, yəni bir qəpik pulum çıxmayıb. Mən bir qəpik pul xərcləməmişəm. Hamısını mənim dostlarım eləyib. Və mən çox xoşbəxtəm ki, bugünkü gün mənim 27 yaşımda məni bu qədər sevən, mənə dəstək olan insanlar var, dostlarım var, ailəm var. Hətta məni tanımayan izləyicilərim belə var, hansı ki, mənə namazlarında dua eləyirlər. Mənim üçün nəzir deyənlər var. Məni tanımayan insanlar var ki, mənim üçün qurban deyib. Yəni, bundan böyük xoşbəxtlik var bu həyatda. Heç nə. Heç nə ola bilməz. Mənim üçün o qədər dəyərlidirlər ki, onlar. Mən onların hər birini qucaqlayıram, bağrıma basıram. Çox sağ olsunlar ki, mənə bu qədər dəstəkdilər. Doğrudan da, yəni, mən avtoqəzadan sonra başa düşdüm ki, sizdə mən insanlıq ölməyib. Yaxşı insanlar da var imiş. Məncə, yetəri qədər insanlara motivasiya olmuşsunuz və olursunuz da. Bu çıxışınız da mənim üçün çox önəmli idi. Bu məqamlara bu qədər açıq toxundunuz. Təşəkkür edirəm ayrıca. Mən sizə təşəkkür edirəm. Son olaraq ən böyük xəyalınızı və arzunuzu bilmək istəyirəm. Sizcə mənim ən böyük xəyalım və arzum nə ola bilər? Özünüzdən eşitmək istəyirəm. Yəni, əlbəttə ki, ayağa durub yenidən əvvəlki Ayla olmaq. Öz ayağım, mən heç nə istəmirəm bu həyatda. Tək istəyim var. Öz ayaqlarımın üstündə olum, yenidən sağlam olum, yeriyim. Mənim ən böyük arzum odur. Öz ailəmi sevindirmək, onların gözünü yaşlı qoymamaq və bu da olacaq. İnşallah, Allahın izni ilə olacaq. İnşallah. Bəlkə biraz zaman tələb eləyəcəyəm, olacaq. Sizdə həqiqətən o qədər əzm və güc gördüm ki, buna qətiyyən, yəni 1% belə şübhəm yoxdur ki, nə vaxtsa sizi belə böyük bir səhnədən, böyük arenadan gəlib işıqlandıracaq. Buna əminəm. İnşallah, inşallah, inşallah. Təşəkkür edirəm sizə. Mən sizə təşəkkür edirəm. Çox sağ olun.